Bir izləyicim xahiş elədi bu mövzunu açıqlayım. Panik atak başlayanda nəsə etməli, yoxsa başlamasın deyə nəsə etməli? Hansı daha önəmlidir? Və cavab sadədir. Əgər panik atak başlayıbsa, sən artıq nəsə etməlisən və başlamasın deyə də nəsə etməlisən. Amma əksər hallarda belə bir problem yaranır. İnsanlar əsasən panik atak başlayanda nəsə etməyə çalışır. Amma daha sonra eyni həyat tərzi, eyni düşünmə tərzi, eyni reaksiyalar və nəticədə heç nə dəyişmir. Əgər səndə panik atak varsa, bu artıq bir siqnaldır. Bu o deməkdir ki, sən təkcə simptomları yox, bütün sistemi dəyişməlisən. Həkimdə yoxlanmaq vacibdir. Əgər sağlamlığında bir problem yoxdursa və həkim dərmanlar yazıbsa, bu dərmanlar çətin dövrdən çıxmaq üçün kömək edə bilər. Amma təkcə dərmanlar səni bu vəziyyətdən çıxarmaz. Əsl dəyişiklik öz üzərində işindən başlayır və bu kompleks yanaşma olmalıdır.